Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Artıq bilirsiniz ki, sertifikasiya imtahanlarının vaxtı tam dəqiq açıqlandı. Məhz bu səbəbdən bizlər də sizə dəstək məqsədi ilə video dərslər, müəyyən suallar paylaşacağıq. Daha sonra isə onların izahı sizlərlə paylaşılacaq. Lakin indi bu sualların izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda bizə deyir ki, kater çayın axını ilə 30 km, axına qarşı 27 km getmək üçün 5 saat vaxt sərf etdi. Çayın sürəti 3 km/saat olarsa, katerin durğun sudakı sürətini tapın. Deməli, ümumiyyətlə biz bilməliyik ki, kater çayın axını ilə gedəndə sürətlər toplanır, axına qarşı gedəndə isə sürətlər çıxılır. İndi burada katerin sürəti yoxdur. Biz katerin sürətinə 1x desək, baxın, gedən zaman sürətlər toplanır. Olur x üstəgəl 3 və neçə kilometr yol gedib? 30 kilometr yol gedib. Mən burada axın ilə getdiyim, yəni yolun saatını necə taparam? Gedilən yolu, yəni 30 kilometri bölürəm sürətə. Baxın, S bölünsün V. Gedilən yol bölünsün sürət. Bəs axına qarşı, biz bilməliyik ki, axına qarşı sürətlər bir-birindən çıxılır. Yazıram ki, x çıx 3 və 27 kilometr yol gedib axı. Bəs buna nə qədər vaxt sərf edib? Bunun üçün də 27-ni bölməliyəm x çıx 3-ə. Və həm axını ilə getdiyi yol, həm də axına qarşı getdiyi yol ikisi bir yerdə bərabərdir, deməli 5 saata. İndi gəlin bu tənliyi həll edək. Ortaq məxrəcə gətirən zaman olacaq, deməli x kvadrat çıxılsın 9, bunlar bir-birinə bölünür. Yuxarıda 30-u x çıx 3-ə vurmaq lazımdır, çarpaz olur 30x çıx 90. 27-ni də x üstəgəl 3-ə vurmaq lazımdır, olur 27x üstəgəl 27 vur, deməli 3, o da 81 alınmış olur, bərabərdir 5-ə. İndi bu 5-i çarpaz şəkildə məxrəcə vururam. Olur 5x kvadrat çıx 45, çünki 9-u 5-ə vurdum, bərabərdir. Bunun məxrəci 1-dir. Surət bura olduğu kimi vurulur, sadəcə sadələşdirirəm. 30x üstəgəl 27x olur 57x, mənfi 90 üstəgəl 81, o da eləyir mənfi 9. Hamısını keçirdək digər tərəfə. Olur deməli 5x kvadrat, bu da keçir digər tərəfə. Olur mənfi 57x, mənfi 45 üstəgəl 9, eləyir mənfi 36, bərabərdir 0-a. Vurğular arma üsulundan istifadə etsək, deməli 5x-i x-a vuranda 5x kvadrat eləyir. 3-ü də mənfi 12-yə vuranda. Baxın, bunları çarpaz şəkildə bir-birinə vuranda mənfi 60 eləyir. Bu da müsbət 3x eləyir. Və toplayanda bizə hansı cavabı verir? Mənfi 57x cavabını verir. Bu səbəbdən, deməli, vurğulara belə ayırıram. Olur 5x, burada yazıram, üstəgəl 3, vurulsun x çıx 12. Necə yazmısınızsa, həmin işarə ilə bir yerdə götürürsünüz. Bərabərdir 0-a. İndi hasil nə zaman 0 olar? Vurğulardan hər ikisi 0-a bərabər olanda. Bu vurğu 0-a bərabər etsək, baxın, mənfi cavab alınacaq. O da mənfi olmaz, çünki biz katerin sürətinə x demişdik. Deməli, buranı nəzərə almırsınız. Buranı 0-a bərabər etdikdə isə x-in qiyməti 12 alınmış olur. Və bəli, biz tapdıq ki, katerin durğun sudakı sürəti deyəndə öz sürətini nəzərdə tutur və biz tapdıq ki, katerin öz sürəti deməli 12 km/saata bərabər olmuş olur. Testimizin doğru variantı olur A bəndi. Keçirik ikinci suala. Görək 2 bizə nə deyir? 2 deyir ki, verilən bu funksiyanın əsas dövrü 2pi bölünsün 3 olarsa, A-nın ala biləcəyi qiymətlərin hasilini tapın. Deməli, biz baxmalıyıq ki, burada sinusun dərəcəsi təkdirsə, onda onun dövrü nə olur? T bərabərdir 2pi bölünsün modulda A və ya K, fərqi yoxdur. Bu da nədir? X-in qarşısında duran əmsal. Deməli, mən bunu buradan silirəm. Gətirib yerində yazıram modulda A kvadrat çıx 5. Modulda A kvadrat çıx 5. Bu da bərabərdir. Dövrü bizə hazır verir. Deyir 2pi bölünsün 3-dür. 2pi böl 3. Burada 2pi'lər ixtisar gedir 1, 1 və bizə aydın olur ki, A kvadrat çıx 5 bərabərdir nəyə? 3-ə. İndi modul nə zaman 3-ə bərabər olar? Ayrı-ayrı bir dəfə A kvadrat çıx 5-i bərabər edirik müsbət 3-ə. Bir dəfə də A kvadrat çıx 5-i bərabər edirik mənfi 3-ə. Buradan A kvadrat bərabərdir 8-ə və A da bərabər olur müsbət mənfi kök altında 8-ə. Buradan A kvadrat bərabərdir mənfi 3 üstəgəl 5 edir 2.
və A da bərabərdir müsbət mənfi kök altda 2 alınmış olur. Bizdən tələb etdiyi nədir? A-nın ala biləcəyi qiymətlərin hasilini tapmalıyıq. Baxın, müsbət kök altda 8-i vurmalıyıq mənfi kök altda 8-ə. Vurmalıyıq müsbət kök altda 2-yə. Vurmalıyıq mənfi kök altında 2-yə. Onsuz da mənfini mənfiyə vuranda müsbət edir. Deməli, mənfi itdi. Bunlar bir-birinə vuranda 8 eləyir. Bunlar bir-birinə vuranda 2 eləyir. 8-i də 2-yə vuranda düzgün cavab 16 alınmış olur. Yəni, ikinci sualda testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 3-cü suala. Deməli, 3-də bizə deyir ki, çevrə üzərində 5 nöqtə varsa, neçə çoxbucaqlı qurmaq olar? Baxın, çoxbucaqlılar hardan başlayır? 3 bucaqdan başlayır, düzdür? Yəni, 3 təpəsi var və bu o deməkdir ki, 3 nöqtədən istifadə olunur. Baxın, 5 nöqtədən 3-ünü istifadə etsək, deməli, nə yaranmış olur? 3 bucaq. Ona görə bunu yazırıq. Kombinizon 5-dən 3. Üstə gəl. Amma 4 nöqtə birləşsə 4 bucaqlı yaranır. Olur kombinizon 5-dən 4. Yox, əgər 5 nöqtənin 5-i də birləşsə, onda 5 bucaqlı yaranır. Olur kombinizon 5-dən 5. Bu da bərabərdir. Gəlin 5-dən 3-ə hesablayaq. Deməli 5, 4, 3 bölünsün. 3 faktorial. Daha qısa şəkildə gedirəm. 5-dən 4-ə hesablasaq. 5, 4, 3, 5, 4, 3, 2 bölünsün 1, 2, 3, 4. 5-dən 5 də bilirsiniz ki, 1-ə bərabərdir. Burada 4 vur 3 12 eləyir. 12-ni 6-ya ixtisar aparsınız. 2 eləyəcək. 5 vur 2 olacaq 10. Üstə gəl. Burada 2, 3, 2, 3, 1. 4-lər getdi. Qaldı 5. 10 da üstünə 1 gələndə düzgün cavab 16 alınmış olur. Yəni, 3-cü sualda testimizin doğru variantı olur B bəndi. Keçən növbəti suala. Baxırıq 4-də. Deməli, 4-də deyir ki, verilən bu funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi tapın. Gəlin bunu, yəni bu ifadəni tam kvadratına gətirməyə çalışaq. Yazırıq x kvadrat, üstə gəl 2x. İndi bu 2-nin yarısı nədir? 1-dir. Kvadratı da onda 1 olacaq. 26 olmaq üçün burada nə çatışmır? 25 çatışmır. Bu da bərabərdir. Kök altında. Deməli, x üstə gəl 1-in kvadratıdır bu ifadə. Üstə gəl 25. Onsuz da bizdən bunun ən kiçik tam qiymətini istəyir, düzdür? Biz bilməliyik ki, kvadratın ən kiçik qiyməti 0-dır. 0-ın üstünə 25 gələndə elə 25 edir. Bundan da cavab mənə kök altında 25-dən 5 çıxmış olur. Yəni, bu funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədəd 5-ə bərabər olmuş olur. Testimizin doğru variantı olur Y bəndi. Baxırıq 5-ci suala. 5-ci sual deməli bizə nə deyir? Deyir ki, 3-cü dərəcənin kök altında x üstə gəl 3. Bax, bu ədədin tam hissəsi 2 olarsa, x-in ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. İndi burada gəlin diqqətlə düşünək. Tam hissə nə zaman 2 olar? Məsələn, 2 ədədinin özünün tam hissəsi elə 2-dir, doğrudur. 2 onda 1 yazsa tam hissəsi 2-dir. 2 onda 9 yazsa tam hissəsi 2-dir. Yəni, ta ki bu 3 qiymətinə qədər, amma 3-ü ala bilmir də, düzdür? Yəni, buradan cavab 3-cü dərəcənin kök altında əgər 2 tam neçəsi var, 2 tam %14 belə olsa, yenə bunun tam hissəsi 2-dir. 2-ni ala bilir, 3-ü ala bilmir. Bir də bu aralıqda olan bütün ədədlərin tam hissəsi 2-dir. Bəs mən bunu necə yaza bilərəm? Çevirib 2 qat bərabərsizlik formasında yazıram. Yəni, 3-cü dərəcədən kök altında x üstə gəl 3 kiçikdir 3 yazıram, amma böyük bərabərdir 2 yazıram. Çünki bu ədəd 2 belə olsa, onun tam hissəsi elə 2 deməkdir. İndi hər birini kuba yüksəldək, yəni 3-cü dərəcənin qüvvətə yüksəldək. Bu olsun 8, burada kök itir, olur x üstə gəl 3, bu da olur 27. Hər tərəfdən 3 çıxsaq, 27-dən 3 çıxanda 24, 8-dən 4 çıxanda eləyir 5. Deməli, indi bizdən nə soruşur? Deyir, x-in ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmi. Baxın, ən kiçik qiymət burada 5-dir. Amma ən böyük qiymət burada 23-dür. Deməli, bu ikisinin cəmini məndən soruşursa, 23 ilə 5-i toplayıram. Düzgün cavab 28-ə bərabər olmuş olur. Yəni, 5-ci sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı sual. 6-cı sualda deyir ki, aşağıdakı şəkildə verilənlərə əsasən trapesiyanın sahəsini tapın. Gəlin biz bu trapesiya üçün hər iki hündürlüyü çəkək. Yəni, aydın məsələdir ki, trapesiya məsələləri daha çox hündürlük ilə həll olunur. Olsun bu AH, bu da olsun CK məsələn.
İndi bura 30 dərəcədirsə, 30 dərəcəlik bucaq qarşısının katet hipotenuzun yarısıdır. 6 kökdə 3-ün yarısı, bura olur 3 kökdə 3. Amma 60 dərəcəlik bucaq qarşısındakı katet isə digər katetin kökdə 3 mislidir. 3 kökdə 3-ü bir daha da kökdə 3-ə vursaz eləyir 9. Bura 4-dür, burada 4 olacaq. Daha sonra. İndi bura 90-dır, qonşusu 90-dır, burada 90-dır. Onda 120 çıx 90, bura qalır 30 dərəcə. Onda bura olur 60 dərəcə. Bura 3 kökdə 3-dürsə, burada 3 kökdə 3. Bax, fikir verin, 60 dərəcəlik bucaq qarşısındakı katet 3 kökdə 3-dürsə, deməli, digər katet 3 olmalıdır. Çünki qayda budur da. Deyirik ki, 60 dərəcəlik bucaq qarşısındakı katet digər katetin kökdə 3 mislidir. İndi hər şeyi tapdıq. Baxın, kiçik oturacaq, yəni AC bərabərdir 4-ə. Böyük oturacaq, yəni BD bərabərdir 9, 4, bu da 3. 9 da gəl 7, 16-ya. İndi oturacaqlar var, bir də hündürlüyü var. Sahəni tapa bilərəm. Oturacaqlar cəminin yarısı, yəni orta xətt, vurulsun hündürlük. 4 üstə gəl 16 bölünsün 2, vurulsun hündürlük. Bu da bərabərdir. 20-ni 2-yə böləndə 10, onu da 3-ə vuranda düzgün cavab 30 kökdə 3 alınmış olur. Yəni testimizin doğru variantı olur A bəndi. A bəndi A variantı. Keçirik növbəti suala. Baxırıq 7-yə. Deyir ki, verilən bu funksiya üçün f'(x) bərabərdir 0 olarsa, buna əsasən x-in mənfi qiymətini tapın. Bunun gəlin törəməsini tapaq. Deməli, törəmə bərabərdir. Olacaq 3-də 2 vurulsun. Qüvvət keçir önə. Burada bir vahid azalır. 8x-in də törəməsi 8-dir. Bu dir bərabər olmalıdır 0-a. 3-lər ixtisar gedir. 2x kvadrat bərabərdir. 8-i keçirdirəm digər tərəf. Olur müsbət 8. X kvadrat bərabərdir. 8-i bölürsüz 2 olur 4. X-in burada 2 qiyməti alınır. Müsbət mənfi 2 qiyməti. Bu da bizdən mənfi qiymətini tələb edirsə, deməli testimizin doğru cavabı, doğru variantı B bəndi. B variantı olmuş olur. Belə, keçən növbəti suala. Baxırıq burada 8-ci sualdır. Deməli 8-də bizə deyir ki, torbada bir neçə qara, 3 sarı və 5 mavi kürəcik var. Çıxarılan bir kürəciyin qara və ya mavi olması hadisəsinin ehtimalı 0,75 olarsa, qara kürəciklərin sayını tapın. İndi neçə qara kürəcik var bilmirəm, x yazıram bura. Ümumilikdə neçə kürəcik var? 3 üstə gəl 5, 8, x olduğuna görə olur, x üstə gəl 8. Deməli, bunun ehtimalı bütün halların sayı olacaq, x üstə gəl 8. Buradan qara və ya mavi olması. Qara x-dir, mavi də 5-dir. Əlverişli hallar olur, x üstə gəl 5. İndi bu nəyə bərabər olmalıdır? Ehtimal 0,75 olarsa, bunu da çevirib kəsir formasında yazırıq. O da nə deməkdir? 4-də 3 deməkdir. Çarpaz vuraq. 4-ü vururum, x üstə gəl 5-ə. Olur 4x üstə gəl 20. 3-ü vururam, x üstə gəl 8-ə. Olur 3x üstə gəl 8 vur 3, 24. 4x-dan 3x-i çıxıram, olur x. 24-dən də 20-ni çıxıram, cavab olur 4. Neçə qara kürəcik demişdim? Baxın, x. Bizə tapdıq ki, düzgün cavab, yəni 4-ə bərabər olmuş olur. Testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq burada 9-cu sual. 9-cu sualda bizə deyir ki, loqaritma kök altı 2 əsasdan 12, çıx loqaritma 2 əsasdan 9. Bu ifadənin qiymətini tapmalıyıq. Gəlin biz belə eləyək. Bu kök altında 2 var. Bunu 2 üstü 2-də 1 şəklində göstərək. Yəni nəyə çevirək? Qüvvətə çevirək. Yazıram 2 üstü 2-də 1. Sonra bu 2-də 1 keçir əvvələ. Amma tərsinə keçmiş orada. Yəni 1 bölü 2-də 1 o da eləyir 2. Bu da olur loqaritma 2 əsasdan 12, çıx loqaritma 2 əsasdan 9. Sonra nə edə bilərsiniz? Baxın, bu 2-ni qaldırırsınız burada 12-nin qüvvətinə. Olur nə? 12-nin kvadratı. 12-nin kvadratı 144 edəcək və baxın, əsaslar eynidir. Bu da 2 əsasdandır, bu da 2 əsasdandır və çıxmadır. Onda nə olacaq? Loqaritma 2 əsasdan tez bölməyə keçir. 12-nin kvadratı 144 bölünsün 9 olur. Bunun cavabı 16 eləyir. Loqaritma 2 əsasdan 16 eləyir. 16 da 2 üstü neçədir? 2 üstü 4 olmuş olur. Deməli, 9-cu sualda testimizin düzgün cavabı olur A bəndi. Və nəhayət baxırıq 10-cu suala. Deməli, burada bizə deyir ki, verilən bu funksiya üçün f'(1-i tapın. Törəməni tapmaq lazımdır birinci. Yazırıq. Törəmə bərabərdir. Baxın, qüvvət formasında. Bu 5 keçir önə. Olur 5 vurulsun. Əvvəlcə funksiyanın özü olduğu kimi qalır. X üstü 4 çıx 2x minus 1.
vurulsun. İndi bax bu içəridəki funksiyanın özünün də törəməsini yazmaq lazımdır. Bunun törəməsi nəyə bərabərdir? 4x-in kubu çıxılsın 2-yə. Bunun da törəməsi budur. İndi demir x-in 1 qiymətindəki, yəni qiymətini tap. Mən də yazıram f'1 bərabərdir. Yazaq 5 vurulsun. 1 üstü 4 1 eləyir. Çıx 2 çıx 1. X-in kubu 1 eləyir. 4-ə vuranda 4 çıx 2. Bu da bərabərdir. Aha, burada 5'i önə gətirmişik, onda bir vahid bunun qüvvəti azalacaq. Bura 4 olmuş olacaq. Deməli 5 vurulsun. 1-dən 1-i çıxanda 0 eləyir. Qalır -2. -2 üstü 4 müsbət 16 eləyir. 4-dən də 2-ni çıxanda 2 eləyir. 5-i vuranda 16-ya olur. Deməli 80, 10 da 2-yə vuranda düzgün cavab 160 alınmış olur. Testimizin doğru variantı olur A bəndi, A variantı. Belə. Bu da bizim suallardan, deməli, sonuncusunun izahı idi. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də paylaşılan bu cür dərslərdən, video qeydlərdən faydalanmaq istəyirsinizsə, ekranda gördüyünüz, həmçinin bizlərin, yəni ödənişli və ödənişsiz dərslərində iştirak etmək istəyirsinizsə, bax, ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.